Carçı film təqdim edir. Köhnə dəyirman. Senari müəllifləri İsmail Ömərov, Rafiq Səməndər. Quruluşçu rejissor Nicat Manafov. Rollarda Daşdəmir İlqar Musayev, Mirzə Möhsün Mirdamət Seyfiyev, Nardan İlahə Həsənova, Abbas bəy Azad Şükürov, Vəzir Vaqif Əliyev, Ay bala, kimsən? Buralarda nə gəzirsən? Çır-çırpı aparıram, təndirdə yandırmaq üçün. Deməzsən bu yol hara gedir? Qabaqki kəndə. Daşdəmiri tanımırsan? Daşdəmir mənəm. Nə lazımdır ki? Ordu başçısı Abbas bəy səni saraya dəvət edir. Neynir Abbas bəy mən? Orada bilərsən. Yaxşı qardaş, gedək deyirsən gedək. Dayanın. Kimsiz axı siz? Nə lazımdır sizə? Sən niyə burnunu hər yerə soxursan, ha? Daşdəmir. Açıq danış görüm nə demək istəyirsən, başa düşmürəm. Deyirəm, niyə öz işinlə məşğul olmursan? Niyə başını Abbas bəyin qılıncına sürtürsən? Qulaq as. Mən bilmirəm sən kimsən. Nə danışdığını da anlamıram. Ha. Mənə hədə qorxu gəlmə, eşidirsən? Abbas bəyin mənə sözü varsa, gəlsin özü desin. Dayanın. Kişiyə yaraşmaz. Tələ quru bər tutturmaq. Deyəsən, sən özündən çox razısan. Əgər Abbas bəy səni öldürməyimi əmr eləsəydi, mən səni bu əllərimlə doğrayardım. Deyirəm, maraqlıdır. Yaman mərhəmətli olub mənə qarşı Abbas bəy. Sənin yaşamaq üçün bir yolun var. O da bizə xidmət etmək. Boş yerə vaxt itirməyin. Mən quldurlara qoşulmaqdansa ölüm üstün tuturam. Mən sizə dedim axı, bunu belə başa sala bilməyəcəyik. Abbas bəylə mənimki qalsın sonraya. Tözün ana! Bir adamın öhdəsindən də gələ bilmirsiniz.
məmləkətdə çox da böyük olmayan bir bazar vardı. Daşdəmir bu bazara tez-tez gəlib, alış-veriş adı ilə Mirzə haqqında nəyisə öyrənməyə çalışırdı. Cəmaat Abbas bəyin qorxusundan Mirzənin hətta adını belə çəkməyə qorxurdu. Daşdəmir hər gün belə dözüb səbr edirdi. O fikirləşirdi ki, görəsən Mirzə indi mənim yanımda olsaydı, mənə nə deyərdi, nə məsləhət verərdi? Və nəhayət, bir gün o özü-özlüyündə qərara gəldi. Axşamın xeyir Nübah kişi. Axşamın xeyir Daşdəmir. Gecənin vaxtı xeyir ola. Necəsən? Hə, danış görüm nə olub. Bu Abbas bəy nəsə məndən düz demir. Abbas bəy kimlə düz deyir ki, oğul? Yadındadır? Mənə demişdin ki, gəl sənə yaxşı bir qılın düzəl. Amma o vaxtda mən razılaşmadım. Axır ki, sən deyən oldu Nübah kişi. Mənə yaxşı, iti bir qılınc düzəldərsən. Qılıncın oğul, yaxşı pis olmur. Qılıncı gəzdirənin yaxşı pis olur. Qılıncı gərək haqsızlığa qarşı istifadə edəsən. Sabah gələrsən, sənə yaxşı bir qılınc verərəm. Sağ ol. Sağ ol Nübah kişi. Bilmirəm sənin borcundan necə çıxacaq. Allah səndən razı olsun. Get, Allah amanında. Nübah kişi. Ay Nübah kişi. Selamünaleyküm. Amanatın dalınca gelmiş. Sənə söz verirəm ki, bu qılınc ancaq haqq yolunda salacaqsın. Allah razı olsun usta. Sağ ol. Allah sana yar olsun oğlum. Allah razı olsun usta. Sağ ol. Abbas bəyin başı günahsız kəndləri incitməyə yaman qarışmışdı. O özünü şahın yanında elə aparırdı ki, güya hər şey şahın dediyi kimi idi. Amma əslində isə hər şey əksinə idi.
Abbas bəy əhalini qorxu içində saxlayırdı. Nağıl dili yüyrək olar. İl keçdi, ay dolandı. Bir gün yad ellilər məmləkətə hücum elədilər. Korkmayın, kırın onları. Çılaflar. Yatırın taşları. Hazır olun. Bak böyle, möhkəm dur. Ardımca gelin. Yaxşı. Hə, Daşdəmir Pənahın dediklərinin hamısına əməl eləmişdi. Bircə qalırdı dostlarını inandırmaq ki, Abbas bəy həqiqətən də xalqın düşmənidir. O dostlarına başa salırdı ki, Dəyirmanda baş verən qətillərin hamısını Abbas bəy özü qəsdən edib. Bütün məmləkəti qorxu içində saxlamaq üçün. Daşdəmirin atasından qalan evi də ona görə onun əlindən almaq istəyir ki, Dəyirmanda olan hadisələr oradan çox aydın görünürdü. Dostu gördü ki, Daşdəmir düz deyir. O razılaşdı. Onlar bütün məmləkətə hay saldılar. Bolu qüvvətliləri, dəliqanlı igidləri öz başlarına topladılar. Mirzəni xilas eləmək üçün saraya getdilər. İleri kardeşler! İndi Daşdəmir çox yaxşı bilirdi ki,
Abbas bəy niyə Mirzəni zindana saldırır? Niyə onu hələ edam elətdirmir? Bundan başqa Daşdəmirə o da aydın idi ki, Mirzə saraya Abbas bəydən qorxmadan getmişdi. Çünki haqqın səsini heç vaxt qorxmaq olmaz. Öz ayağınla gelmişsən ölümə. Quldur başlısı. Bugün sən törətdiyin bütün əməllərin cavabını verəcəksən. Səni bu saat öz əllərimlə qətlə yetirəcəm küçük. Fərq yox. Fərq yox. Sən hər iki halda məğlubsan. Alçaq, sən elə gəlmir ki, bugün sənin son günüdür. Mənim yazıq atamın günahı nə idi? Atan da sənin kimi axmağın biri olub. İlan balası ilan. Gəl! Dayan!
Salam. Aleykümselam. Mirzə, deyəsən xalqın səsini zindana salıblar. Zindanda gördüyün mənim cismimdir. Haqqın səsini, xalqın səsini zindana salmaq olmaz. Bu səs-küy nədir? Daşdəmir xalqı ayağa qaldırıb sarayı ələ keçirdi. İlahi, çox şükür sənə. İlahi, şükür sənə. Allah, Daşdəmirin qoluna qüvvət ver. Bəs mənim qızım, nardan? Özündən müğayət ol. İlahi, çox şükür sənə. Bəs mənim qızım nardan? Özün görərsən. Oğul, sən kimsən? Sənin səsin, gözlərin mənə tanış gəlir. Mirzə, özündən müğayət ol. Xalqın sənə böyük ehtiyacı var. Sağ ol bala, sağ ol. Get. Uğurlar. Allah'ın olsun. Bu saat düzələn boğazını. Daşdəmir, qulaq as mənə. Sən məni öldürməklə heç nə əldə eləməyəcəksən. Dayan, gəl var dövlətimi yarı bölək. Sənə istədiyin vəzifəni verərəm. İçimdəki bu qəzəb intiqam olmasaydı, üstərdim boğazını. Daşdəmir dayan. Sən onsuz da məni öldürməklə heç nə əldə eləmirsən axı. Qulaq as. Senin kimi insan yaşamağa layık değil. Sen öz atan Çingiz'i öldürmüşsən. Kardeşlerini var dövlete göre öldürmüşsən. Yox. Dayan, hara belə tələsirsən? Sen kimsen? Ne istiyorsan benden? Sen bu işlere göre cevap vereceksen. Bu ne özbaşınalıqdır? Sakit ol. Bu işlərə görə sən cavab verəcəksən. Neye göre? Sənin günahların böyükdür. Benim hiçbir günahım yoktu. Bütün bu işlerin günahkarı Abbas Bey'di. Abbas bəy. Abbası kim bura gətirib? Bırak beni. Benim hiçbir günahım yoktu. Ne istesin ben sana verebilirim. El çek benim yakamdan. Yox, vəzir. Sənin bu hilən baş tutulacaq. Benim hiçbir günahım Abbas yok. bəylə törətdiyin Günahkar cinayətə Abbas görə Bey'di. xalqın Abbas qarşısında bəydi. cavab verəcəksən. Günahlar hamısı Abbas Bey'dedir. Gel. Bırak beni. Ben günahsızam. El çek yakamdan. Geç. Ben günahsızam. Keç. Vaktinde Pənahın məsləhətinə qulaq atsaydın, belə olmazdı Abbas. Axı sən kimsən? Bunları hardan bilirsən? Mən sənin günahların vidalaş həyatımla. Daşdəmir! Dayan! Dayan oğlum dayan. Elin onun murdar kanına batırma. Onun cezasını halk verecek. Onun günahları çoktur. Sabırlı ol. Ben günahkar değilim. İşlerin başında duran Mahmut. Bak Abbas Bey. Yeri, Benim günahım yok. yer. Rəhməliyim bana. Ben günahsızam. Bak işlerin başında duran hamısı Abbas Bey. And içine. And içine ben günahkar değilim. And içine. Bak hamısı günahkar oldu. Bak beni korkuttu. Beni mecbur elədi. Ben günahsızam. Buna bak. İcliklə hiylə birləşəndə qiyamət qopar. Sen olmasaydın Abbas Bey olmazdı ha. Əvvəlki dostlar ifşa olunduqlarını görüb bir-birlərini günahlandırdılar və nəhayət bütün sirlərin üstü açıldı. Sən demədin? Keçmişdə törətdikləri cinayətlər hamıya bəlli oldu. Gec də olsa haqq, ədalət öz yerini tutdu.
Özümü elə arxasız, elə gücsüz hiss eləyirəm ki, Sənə nə olub ki, Allaha şükür. Sənin adın gələndə dağlar da, meşələr də lərziyə gəlir. fikirləşəndə ki, bu qüdrətim, bu səltənətim Abbas bəylə vəzirə qalacaq. Ətrafımdakılara nifrətim daha da artır. Bu dəfə sənə oğlan doğacaq. O qədər demisən ki bu sözü. Sənlik deyil, arvad. Bilirsən el arasında oğlu olmayana nə deyirlər? Nə deyirlər? Əbtər. O nə deməkdir elə? Yəni, nəsli kəsilmiş. Sənə nə olub belə? Son vaxtlar bilmirəm. Bilmirəm mənə nə olub. Yəqin xəstələnmişsən ondandır. Yox. Gecələr çox qəribə yuxular görürəm. Niyə münəccimlərə müraciət eləmirsən ki, yuxunu yoxsunlar? Nəinki münəccimlərə, bu sarayda heç kimə inanmıram. Yəqin bunların hamısı oğlunun olmamasındandır. Bilmirəm. Bəlkə də sən deyəndir. Görürəm yaman narahatsan. Amma əbəs yerə. Ürəyimə damıb ki, bu dəfə oğlumuz olacaq. Nəyin bahasına olur olsun. Bu dəfə oğlum olmalıdır. Mütləq oğlum olmalıdır. Bu sarayda heç kim istəmir ki, mənim oğlum olsun. Axı sən hardan bilirsən ki, heç kim istəmir sənin oğlun olsun? Hər şey göz qabağındadır. Mən bunu ürəyimlə hiss eləyirəm. Vəzir vəkillər sevinir ki, mənim oğlum yoxdur. Bilmirəm. Əgər bu dəfə də oğlum olmasa, əyan əşrəflərin boynun özüm vuracağam. Axı, əyan əşrəflərin nə günahı var? Onların boynunu niyə vurdurursan? Abbas Bey. Şahın arvadı bu sefer de kız doğsa bizim işimiz bitti. Vəzir, başını yaxşı işlət. Əgər məndən olsaydı bu gecə şahı öldürərdik, səhər də hay salardıq ki, şah özü ölür. Yok, sen ne danışırsan? Biz onu öldürə bilmərik. Bizden şübhələnərlər. Sonra da gedib Mirzə Möhsünü gətirib otuzdurarlar onun taxtında. Mirzə Möhsünün yaxı. Çünki məmləkətdə ondan ağıllı adam yoxdur. Yadıma gəlir, bir dəfə şah onu vəzir eləmək istəyirdi. Zorla mən onu gözündən saldım. Yadındadır?
Yadındadır? Ha, yadıma düşdü. Yaxşı, bəs indi biz neyniyək? Mənim bir fikrim var. Gedək. Adını cin şeytan qoyub dəyirmandakı bütün qətilləri sən Kes sesini! Günahı Mirzənin üstünə atıb onu edam etdirmək sənin Kes üçün deyildi. sesini! Hələ məni aldadıb şahın anasını zəhərləmək istəyirdin. Sən günahkar. Sən deyirəm sənə! Aman Allah, aman Allah. Benim kulaklarım ne eşidir ne? Hani benim balam? Hani benim kızım? Bu işlərin günahkarı bax Abbas bəydir. Abbasdır. Abbas bəydir. Bir anıya, bir belə dağ çekerler. Yer ayrılsaydı yere girmezdiniz. Hiç sizin vicdanınız ağrımadı. Yüreğiniz kan ağlamadı. Axı, nece kıydınız? Meğer bilmirsiniz ki cennet, yüreği parçalanan, kan ağlayan anaların ayakları altındadır. Hani sizin insanlığınız? Hani sizin adamlığınız? Allah! Budur senin kızın hanım. Senin kızın. Nardan. Senin kızın. Ana! 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 Tez olun. Bütün tabipleri buraya yığın. Ana! Ana! Ne oldu sana? Sen kimsin? Fena? Nardan şahlığın əsl varisi olsa da, taxt tacı öz süd qardaşına həvalə elədi. Yenə də xalqın üzündən yoxa çıxan sevinç, kədəri qovub öz yerinə qayıtdı. Məmləkət yenə də öz xoşbəxt, firavan günlərini yaşamağa başladı. Hə, mənim əzizlərim, ən gözəl qələbə ağılla, biliklə, səbirlə qazanılan qələbədir.